soğuğunda əsir düşmüşəm. İsyan rayon Şaqat kəndində. Oradan 1-2 gün saxlayıb oradan aparıblar İrəvana. Orada məni ayırıblar, mən adda elmi bu uşaqların heç birini görməmişim. Mən erməni siyasi dustaqlarla yatmışım. Hər cürə mənə işgəncələr verdilər, tez-tez iynə vururdular arxadan. Çıxardırdılar şəhərə, sürüyürdülər, bulvarı gəzdirirdilər, bütün rayonları gəzdirdilər. Baxın, türkdür bu. Baxın, ayağımdan kəndir bağlıdır, özümü bilmirdim. Bütün şəhərdə qız gəlin hamısı gəzir. Dilimi çıxardıb asfalta sürtürdülər, buradan çəkirdilər kameraya, fotoaparatla çəkirdilər. Bu qız gəlin ayaqqabısını aparıb oğlanların dilimi sürtürdülər, buradan şəkil çəkir. Elə öyrətmişlər ki, iynə vururdular, bagajnik açılan kimi Rusitdə kimi gəlib girirdik bagajnik. Hər cürə işgəncələrdir. Suyu tökürdü yanvara, qarnıma qolu qıçın aroşnikdə yatırdı. Mənim ən ağır günlərim mənə dağ vurulma günlərim olub. Bədənimə dağ vurulma günlərim. Ən ağır günlərim olub. Nə formada, nə cürə vurublar yəni? Xəs vurublar. Dağ basıblar, xəs olmasına. Nə səbəbə görə? Səbəbi o idi ki, silahlarımızın, texnikalarımızın yerini soruşdular demədiyimə görə. Ona elədilər, dağ basdılar. Döyüblər, hətta döyülməkdən başqa da başımdan yaralayıblar. Güllə atıblar, yarılıyıblar. Güllər nəyə görə elə belə atmışdılar, yoxsa? Elə belə öz keyflərini yiyib sürküb. Tuka qoyublar başına, mənim yanımda da gördüm. Tukanı qoyub başına, aralda deyir ki, dur. Nişan atırdı, elə belə, nə bilim, onun nəviz nədir, dəydi, dəymədi. Elə o da tukanı qoymuşlar, deyə bax, buradandır, bax belə. O üçün, biraz aşağıdan götürmüşlər də, gözüküyor. Tukan da sındır ama başına dəydi, yıxıldı, o üçün. Sonra biz götürdük, gətirdik. Sonra gizlətdilər. Güllə dəyərini xoşunu itirmişlər. Sonra gizlətdilər bunu, heç kəsə demədilər. Sonra Krasnı Pres bildi, hətta özümüz dedik, qorxurduq deməyə ki, sən bizi döyüblər. Demək səni başa tulka qoydular, başladılar atmağa, neçə güllə atdılar yəni? Çox atıldı. Yəni çox atdılar. Axırı biri dəydi. Axırı biri sənə dəydi də, başa dəydi. Neçə dəfələrlə əlimdə saxlamışam, əlimdə o qruplar. Özüm saxlamışam, saxlatdırıblar. 10-15 nəfər mənim yanımda döyə-döyə öldürüblər, tab gətirməyib, ölüb. Toka da veriblər. Ondan güya bu ermənilərin genosid günləri var, 24 aprel. Həmin günü 2 dəfə şahidi olmuşam ki, biri 94-cü ildə, biri 95-ci ildə güllə ilə vurub öldürüblər, genosid günü münasibəti ilə. Bəzilərini aparıb qurban kəsirdilər. Hər cür işgəncələrin şahidi olmuşam. Nə qədər günahsızları öldürüblər, gülləliyib öldürüblər, döyədə öldürüblər, bizim yanımızda, bizim yoldaşları. Onun yadını çıxmaq olar. Ot yeməyin üstündə uşaqları öldürür. Ot nə ki, bu otu niyə qırdın sən yedin? Ot yeyirdi uşaq. Bir dənə yumurtanın üstündə adam öldürüb. Bir dənə yumurtanın üstündə bir nəfər vermişdim, kimsə, ustadanın bir insafının biri. Onun üstündə gülləliyib öldürüblər. Adam öldürüblər, reş nəyin üstündə, döyürdülər, almatur nədir, lom nədir, hamısına qalıb döyüb öldürüblər. Heç ondan keçmək olar. Belə bugün sabah desində müharibəyə 100% hazır getməyə. Yaddan çıxan, heç bir vaxt yaddan çıxmaz o günlər.